əsəblərim pozulur. Niyə canlı açıb özü də əsəbləşir? O görmüş ki, mən canlılarda əsəbləşirəm. Çünki əsəblərim tarıma çəkilmişdi, əsəblərim yerində deyildi, özü də görmüşdü uşaqlar. Günler. Peki atacaksan, atan olsa atarım bəli. Vallahi çok qəribə adamlarsınız. Ona görə bax sizin dedikləriniz sözdə bəzilərinizin, əksəriyyətinizin dediyi sözləri mən ciddiyə almıram. Bir yerdə olanda deyirsiniz ki, ayrıl bununla belə. İndi ayrılırsan, deyirsən xəstələnib, deyirsən ki, bunu sən bugünü qoydun. Bəsdir öndə vallahi. Bir sifətiniz olsun da, əzizim. 2 sifətiniz daha doğrusu. Ne utanmalıyım ki, Qərimov? Bacı sataşmışam, ana sataşmışam, yoxsa arvada sataşmışam. Pepe heç inanmır da bana. Şimdi pişirir de ama kendimize tereyağı yazardı da ona dedim. Mən də insanım da, mən də xoşbəxt olmaq istəyirəm. Bir adama mən salam verə bilmirəm, eyvallah. Elə şey olmur axı. Şöyle bırakılır mənə bir madde. Kimi salam versən, neyse, belə danış bəsbələşdirməyim özünü. Boş verin uşaqlar, boş verin. Danışıb pis olunca elə danışmayıb pis olmaq yaşlıdır. Yani çok ucuz edeyim ben, ne değil ucuz. Yaşamazsın böyle. Yani, bundan sonra şey yazmıştı. Bəli, mənim 2 özüm var, özüm 1, 2. Səndən amma 4 dənədir. 2 də alda, 2 də qabaqda. Ekranlarımızı tıklaq zəhmət olsun, əzizlərim. Xoş gördük. Hər kəs axşamınız xeyir olsun. Bayramlarınızı təbrik edirəm. Ekranlarımızı tıklayın zəhmət olsun, əzizlərim. Düzdürəm də valla. Bu üsel həmişə gəlir. Bu üsellər də az qalıb. Yığışdırıla gedir. Bir də yığışdırılıb qutarsaydı. Üzülü sayın. Yusuf Süleymanov çok sağ olun. Teşekkür ederim. Üzülü sayın. Mesajlarınızı çok sun göre bilmemezdim. Ekranlarımıza tıklayın. Herkese teşekkür ederim. Var olasınız. Kim? Ben? Orası anlattım. Yani kim onlar? Pepe okudun da deyə ay Hüseyin. Oxumamışım, oxuyacağım hələ. Salam, hər kəs salam verirəm. Axşamınız xeyir olsun əzizlərim. Ekranlarımızı tıklayanlar var olasınız, minnətdaram. Hər kəsdən xahiş edirəm ki 10 saniyə saniyəli ekranlarımıza bəyənsin zəhmət olmasa. Aleyküm salam, aleyküm salam. Xoş gördük sizi. Necəsiz? Anladım, basış. Yok, əməliyyat olacağım qorularımdan. Dostlar, ekranlarımızı beğenin, minnətdaram var olan. Üzülürsən, mesajlarım çox tez-tez gelir, oxuya bilmirəm. Bayramlarınızı təbrik edirəm, əzizlərim. Burada oteldəyim. Yok, sinirdir, deyilməyəm. Elə bir dərmən yazdım. Nə qədər aptik etdim, yoxdur. O var etməyənlər zaman bahalı. O da uşaqlara zəncirlərim dedim, gəldiler, bir sabahlardan olsa tapazım. Ne varsanız vəziyyətsə. Yusuf Süleymanov çok sağ ol, teşekkür ederim qaqam, minnətdaram, var olasan. Ekranlarımızı beğenin, var olun. Pepe, kalbim kırıldı. Pepe bana hiç inanmadı. Ama o sevmiyor artık beni. Ama o sevmiyor artık beni. Kalbim kırıldı. Allah yani yetkili vermem de çökertiyim.
Ne bilirsin, ne? Aleyküm salam, aleyküm salam, aleyküm salam. Çox sağ. Necə oxudum inşallah, xoşunuza gəldi. Bəziləri elə yazır ki, yorumlarda kinayə ilə də biz necə elə bir ki, mənim acığıma gələcək. Pepe birinci mahnıdır, musiqidir, multifilmdir, cizgi filmidir. Mən də hərdən bir baxmışım ona. Bu mən vallahi xoşuma gəlir daha. Gülüş atıram sizin İsmail. Pepe bana heç inanma. Bəziləriniz elə yazırsınız ki, elə bir mənim sesimi, xeyr, mənim sesimi demirəm sizə. Nabro, Pepe mənim adım deyil, soyadım deyil. Prosta ləqəb olaraq ola bilər. Bir mahnı da oxunula bilər mən. Bu olsun da. Mən başqa şey yoxdur. Siz elə bilərsiniz ki, mən əsəbləşim. Xeyr, nə əsəbləşim? Üstünüzü biləndə mən oxumuyum. Telman üstü gediş qatırlı burada. Bu kişi oldu. Bazı o kişi axtarsan. Bambılın bir bambılın. Ondan sonra da əməliyyat görüb, əməliyyat elətdirəm biləcəm. Bunu dəyənlərim, durdurəm bir basın çıxın. Sen benim üzümlü kekim, ben sensiz nereye gideyim? Daha sana nefesimden daha yakınım. Ah peşinde bu ata yüreği. Onu da okudum. Soransın istiyorsanız. Ekranlarımızı tıkla zəhmət olunuz əzizlərim. Hər kəs xoş gördük. Salamlayıram sizləri. Şükür işləyirəm. Ay ürəklərim, işləyirəm. Allah hamının işini avan diləsin. Aleyküm salam, aleyküm salam. Xoş gördük. Bayramlarınız mübarək olsun əzizlərim. Xoş günləriniz çox olsun. Aleyküm salam, aleyküm salam. Nuriyeva salam salam. Necəsən ürəyim? Gəlim yana attım. O doğrudan da vallahi trendə düşə bilər o mahnı. Amma doğrudan da bizim ictimaiyyətimiz üçün lazımlı mahnıdır. Vallahi göz efirlər necə gözəlləşib. Cavad Zeynallı, belə sənət, həqiqətən sənət göstərənlər. İnsan var ki, bədənlə, arxa ilə insanlara, vətəndaşlara, izləyicilərə, tamaşaçılara hörmətli edərək qabağa gəlib, sağ olsun hökumətimiz, bu televiziya şurası, mən təşəkkür edirəm bir izləyici kimi. Bu verilişlərə biraz əlçə gəzirildi, bu biabırçılıqlar son deyildi. Ayıbdır vallahi, bu nə deməkdir? Bəziləri lağ eləyirlər ki, bu əllə əsə-əsə gəlib. Sən nə ilə gəlmişsin? Sən dalın gündəmə gəlmişsin. Cəmaət amma sənəti ilə, səsi ilə onunla gündəmə gəlib. Sən qocalmayacaqsan, sən elə bu ucuna qalacaqsan. Bu silikomun da suroku vardır. 5 il, 7 il, 10 il. Ondan sonra da çürüyəcək, onu dodağın altına kəstirəcəksən, çatırıb başqa şey qoyduracaqsan da orada. Ölümün axırına, ölənə qədər sən belə gümrah qalmayacaqsan ki. O yığdırdığın şar da bir gün boşalacaq da. Acı yeni ildə var ya, şar bağlıysan evə. Maksimum 2 ay, 3 ay qalırlar da orada. Sonra boşalır, çıxır gedir. İndi sən də yığdırmış, ayıbdır valla. Cəmaət Ağsaqqala abi, sən Azərbaycan sənətçisinə elə deyə bilməzsən. Sən dünənləri sənətə qədəmləri atmaq istəyirsən hələ, qədəmləri qoymamısan, atmaq istəyirsən. O kolxoz mahnıları ilə, kafe mahnıları ilə gündəmə gələn adamsan sən. İndi kiməsə tutuzdurub da, kimsə içkili vəziyyətdə olub, əlini divara zada vurub tutuzdurub mahnı ilə, o mahnı trendi olubsa, onu sən eləməmsən. Onu hazır bir içən adama sən təşəkkür edir ki, içimsən, dərdə düşümsən, mənim mahnımın qulağını çorta gedib, o mahnı ilə trend olub hər yerdə. Bəli, çəkirəm ilkin, bəli. O Belgiyada ayıbdır valla. Cavad Zeynaloğlu kimi insanları elə biz görmək istəyirik. Cəmiyyətimiz görmək istəyir. Gözəl səsi, ələ səsi. Sən belə cavan qalacaqsan. Osman doktor, Osman, el Osman. Kamalə Günəşi deyib də onu mən gördüm onu. Ayıbdır valla. Ona da yazacaq sabah, birinci gün qızlar. Dayıdır. Dayıdır da. Bir ildi yorğun düşəktəyəm, bir ildi yata səsləsiyəm. Hələ ildən artıq deyil. Ekranlarımızı tıkla zəhmət olmasa, əzizlərim, ekranlarımızı xahiş edirəm tıklayın. Mən o barədə danışmaq istəmirəm. Barışmısan, barışmamısan. Neyse. Bir də Hüseyin qaçıb gedib Moskvaya. Hüseyin İtaliyada zaten, Moskvada zaten. Aleyküm salam, aleyküm salam.
Nasıl heç nə deyə bilmirəm. Problemlərimiz həll olunana qədər Nazlı. Gətir mənim problemlərimi həll elə, bəzi məni qınayırlar. Edirlər, efirlərdə nə qədər oturacaqsan? Gətir mənim problemlərimi həll elə, mən getməyim efirlərə. Əgər ürəyin yanırsa, belə bir şey edirsənsə, Danışmaq istəyirdi. bu bir. İkincisi ki, kimsə məcbur eləmirlər ki, əzizim. Gəl, sən məcburan bu verilişə baxmalısan, bu proqrama baxmalısan, bu kanala baxmalısan. Bunlardan gel o zaman öyle danışsın, ondan öyle de danışsın. Bacım. Allah balanı sağlasın. İtaliyada mənə gələcək. Allah'a emanet. Ben de canım. Dicdan Molla. En azından canım ki. Öz canım için. Daha tamamı edilemiz. Bezmişsiniz bizə. Canım, sənin başın haqqıyla bezmirsən mənə. Sən ölürsən məni izləmək üçün. Sən mən bezsəydin, gəl mənim canımı yazıb, məni görməkdən bezsəydin, o cümləni yazmazsa ən azından sən 3 dəqiqə yazmısan da o cümləni də. Bu şeyden. Sən canın haqqı. Post kitabı. Məni heç kim zorla saxlamır. Mən problemlərimə görə çıxmışam ora. Mən müraciət eləmişəm ora. Sağ olsun Sariya xanım adında bir izləyici, könüllü üzvlər mənim müraciət edib. Sağ olsun mən işte 5 aydır ki mən olan şotla mən yaşayıram. Necə yaşayıram? Ondan sonra bir ciğerlerim patlayır, kıçalarım patlayır. Ondan sonra da Gəl mənə attım. yarın koyuyorum. Salam. Bu nə ürəkdə düşüb bu mənim telefonuma? 115 mal. Gerekçi beni Şəfiqə. Sən utan ki, yaşlı başlı adamsan. 3% zareton qalıb, gəlib oturumuza cavanlara iradə bildirməyə çalışırsan. Ayıbdır valla. Ayıbdır. ağrına dayanmıyor, yata bilmiyorum. Aparata sağlıyor. Amin, çox sağ olun, təşəkkür edirəm. Şahram Hüseynov, təşəkkür, çox sağ olun. Ekranlarımızı bəyənənə minnətdarım, var olun. Bu nə ürəkli düşüb bura, əzizlərim. Şimdi onu çıkartmak istiyorum senin beyninden, doğrularını. O da görmemeli filmimizin. Elvin, mənim yerim utandı, sən mənim yerim olsun, heç çox utanmarsan. Çünki mən kimsə anasına sadaşmamışam. Kimsə anası, bacısı, qızı gedəndə deməmişəm, nə bomba şeydir bu. O sözləri deməmişəm ki, bəzilərinizdən fərqli olaraq. Mən sabahsın gündə mənə o sözləri deyilməsin, mənim ünvanıma. Başa düşdünmü? Mənim yerim olan adam heç çox utanmaz. Çünki kiməsə şakallıq eləməmişəm, kiməsə mındarlıq eləməmişəm, kimsə anasına, bacısına sadaşmamışam, kimsə arvadına sadaşmamışam, kimsə arvadı keçəndə deməmişəm, bu nə bomba şeydir bu. Bəzilərinizdən fərqli olur, şükür Allaha. Onu gördüm, mənim yerim olduğunda utanmaq lazım deyil. Mən nə eləmişəm ki, mən utanasız? Oğurluq eləməmişəm, banditlik eləməmişəm, quldurluq eləməmişəm, cinayət eləməmişəm. Mənim nəyimə görə utanacaqsınız ki? Aparın yoxlarını verib patadın nevrolojiya. Mən oğluma sahib çıxıram. Ayrılanla belə, mən oğlumdan ayrılmıram. Oğlumdur, canımdır, cəyərimdir. Mən hər zaman onun yanında. Bu nə deməkdir? Oğlu öz yaşadığı, xeyr, mən öz yaşadığımı yaşadım. Mən əgər onu da ataramsa, mənim atam heç bir dənə çöp almayıb mənə indiyə qədər. Mən tanıdığım, özümü tanıyandan bəri bir dənə çöp, bir dənə şey görməmişəm atamdan. Amma mən uşağımın bugünə qədər hər bir şeyini şükür Allaha ki, işləyib özüm eləmişəm. Allah can sağlığı versin. Aleyküm salam, aleyküm salam. Normalsa. Sen yorulmamışsın. Atayım da taksi burada. Varsa taşı. Arada xoda al, nəyə xodunu alam? Süleyman Dağlı'da 60. Sapşina, nəyə xodunu alam? Mən bəzi səviyyəsizlərə burada cavab vermirəm. Onu qurban... Sopşinqa, get topundan oyna. Sən kimsən ki, mən də səninlə düdüyünü özümə xod verim, xod alırım. Xoş deyib, bax, xoşun deyilsən, mənə dünəndən xoş deyilsən, mənə izləməyin. Çıxıb gedə bilərsən. Başa düşdünmü? Kendivə gəl. Get özünü tanı. Yəni, mən ona cavab verirəmsə, buradakı məni izləyən
Gözəl, əxlaqlı, namuslu, qeyrətli analar var, ailələr var, bacılar var, nənələr var, babalar var, qardaşlar var, əmilər var, dayılar var, xalalar var, büyüklər var. Onlara hörmət edib mən susuram, cavab vermirəm. Çünki ayıbdır, mənə yaraşmaz ki, mən kimsənin səviyyəsini düşüm, ona adekvat cavab verim. Onun səviyyəsi yoxdursa, mənə nə olub ki? Ayıbdır. Ona görə burada sən Hüseyr, bura gəlin ağlı yoxdur. Düzdürsən, bura gəlmişsən, sənin də onda ağlın yoxdur. Nə qəsdən dəllərdə, başın qalıb əllərdə. Uşaqlar, ekranlarımızı tıklayaq zəhmədimizi, xahiş edirəm hər birinizdən. Ekranlarımızı tıklayaq, canımızı paylaşağın. Çox rica edirəm sizdən, əzizlərim. Xoş gördü əzizlərim. Allah sizləri qorusun, Allah can sağlıq versin inşallah. Mən canlını bağlıram. Özünüzə yaxşı baxın. Hərdən bir 15 dəqiqəlik açsam bəs eləyər, kifayətdir. Öpüb bağrımı baxsam. Özünüzə yaxşı baxın. Allah amandı olasın. Sağ olun inşallah. Bayramlarınız mübarək olsun. Sağ olun.